Sən niyə xəstələnirsən? Bunun səbəbini tapsan, ömrü boyu xəstələnmərsən. Bax, gözəl qardaşım, immunitet orqanizmin qalxanıdır. O zəiflədiyi zaman, aşağı düşdüyü zaman nəinki qripə, bütün xəstəliklərə açıq qapı elan edirsən. Yəni sən immunitetini güclü saxlasan, istəyir 10 nəfər qrip insanın tən ortasında dayan, yenə də xəstələnməyəsən. Sənin immunitetini güclü saxlamağın iki yolu var. Ya təbii meyvə tərəvəzlərlə qidalanarsan, immunitetin güclənəcək, ya da dərmanlardan istifadə edəsən. Deyəsən ki, qardaş, güya indi təbii meyvə tərəvəz qalıb. Yaxşı, mənim sənə çox gözəl bir təklifim var. Ekrandakı ürəyi qızar və mənə diqqətlə qulaq as. Deməli, alfa-qlukan kapsulu. Bu kapsulun tərkibində beta-karotin, beta-qlukan, çink, vitamin C və selenium var. Bilənlər bilir ki, beta-karotinlə beta-qlukan necə güclü bir immunostimulatordur. Yəni immun sistemini gücləndirən bir maddədir. Ki bu dərmanı sən istifadə etdiyin zaman həm immun sistemini gücləndirəsən, həm də ki ürək-damar xəstəliklərinin yaranmasının qarşısını alasan. Xüsusən də xanımlara selenium var tərkibində. Bu dəridə kollagen sintezini artırır, stimullaşdırır. Yəni dərini bir növ dərinin elastik bariyerini də bərpa edir, görməni yaxşılaşdırır, hətta saç və dırnaq problemlərində aradan qalır. Yəni çink selenium bilirsinizsə ki, dırnaqları, saçı gücləndirir. Yəni sən bir dərman qəbul edib həm xəstəliklərdən qorunursan, həm də ki bir neçə problemini həll edirsən. Ölkənin bütün apteklərində var. Olmasa əczaçılarımızdan xahiş edin, zakas verib gətirsinlər və ən əsası məni takip edin ki, sağlamlığınızın qeydinə qalan əczaçınız balaoğlanlar hər zaman sağlam qalasınız.